Salamlar hər kəsə. Bu videom isə Soltan Hacıbəyov haqqında olacaq. Soltan Hacıbəyov neçənci ildə anadan olmuşdu? 1919-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Soltan Hacıbəyov Azərbaycan Konservatoriyasında 1939-cu ildən kimin sinfində təhsil almışdı? Boris Zeydmanın. Soltan Hacıbəyov hələ konservatoriyada oxuyarkən hansı əsəri tamaşaya qoymuşdu? Söhbət Qızıl Gül musiqili komediyasından gedir, 1940-cı ildə yazmışdı. 1946-cı ildə konservatoriyanı bitirən Soltan Hacıbəyov hansı simfoniyasını tamamlayır? İkinci simfoniyasını tamamlayır. 1940-cı illərdə Soltan Hacıbəyov hansı opera üzərində işləməyə, üzr istəyirəm, başlayır? Ancaq onu tamamlaya bilmir. Söhbət Türkmənistan opera və balet teatrının sifarişi ilə yazılmış Kəmənə və Qazıdan gedir. Demək, Türkmənistan opera balet teatrı sifarişi Kəmənə Qazı operasını yazmaq üçün, lakin Soltan Hacıbəyov onu yazsa da onu tamamlaya bilmir. Kəmənə Qazı musiqisi əsasında Soltan Hacıbəyov hansı əsərini yazır? Kərvan simfonik lövhəsini yazır. Hansı əsər əsasında? Kəmənə və Qazı əsəri əsasında, yəni o musiqisi əsasında. Məhz bu simfonik lövhə Şur muğamının Hicaz şöbəsi intonasiyalarına əsaslanır. Burada əsas melodiyanı fleyt aləti ifa edir. Soltan Hacıbəyovun 1950-ci ildə hansı baleti yaranıbdır? Gülşən baleti yaranıb 1950-ci ildə. Məhz pambıq yığımını təsvir edən hissədə çoban bayatısı xalq melodiyasının intonasiyalarından istifadə edilibdir. Dəqiqə, çox getdi. Davam edək. 50-ci illərdə Bolqarıstan, Çexoslovakiyaya səfər edən Soltan Hacıbəyov Azərbaycan xalq çağı alətləri üçün hansı əsərləri yazıb? Adından da göründüyü kimi Bolqar suitasını və Çex rəqsini. 1964-cü ildə Soltan Hacıbəyov hansı əsərini yazmışdı? Məhz Hindistan səfərinin nəticəsi kimi Hind mövzusunda suita əsərini yazmışdı. Bu qədər. Əslində Soltan Hacıbəyov haqqında məlumat var, çoxdur. Sadəcə ora bu hissədə hazırladığım suallar hələ ki bunlardan ibarətdir. Digər videolarda görüşərik inşallah.